Salam mənim əzizlərim, belə bir açılım eləyirik. Səndən gizlətdiyi düşüncəsi nədir? Ona baxacağıq. Zamansız zamana niyyət edirəm. Bir də nə zaman qabağınıza çıxsa, həmin zamana aiddir. Çox narahatsız. Zamansız zamanadır. Nə zaman video qabağınıza çıxsa, həmin zamana aiddir. Bu insan daxilində hər şeyin fərqindədir. Sənə qarşı hisslərini anlayır, nə baş verdiyini bilir, amma bunu dilinə gətirə bilmir. Sənə qarşı fikir və düşüncələrini içində saxlayır, dilə gətirmir. Səninlə bağlı xəyal qurur, senarilər yaradır. Amma bu düşüncələr hələ reallığa çevrilmir. Yalnız onun iç dünyasındadır. Sən onun planlarını, rahatlığını sarsıtmısan. Gizli qorxuları var. Səninlə münasibət ona ziyan verərmi deyə tərəddüdləri var. O emosiyalarını gizlətməyi seçir. Səni çox doğma hiss edir. Bu əlaqənin təsadüfi olmadığını düşünür, amma bunu qəbul etmək belə onu qorxudur. O əslində səninlə açıq olmaq, hər şeyi bölüşmək istəyir, amma özünü açsa zəif görünər, qorxusu var içində. Gizlətdiyi şey sevgidən çox təslim olmaq qorxusudur. Çöldən sakit məsafəli davranır. O səni həyatına tam daxil etsə, yarımçıq qalmaq istəmir. Gizlətdiyi əsas fikir ya tam olacaq, ya da heç. Yəni, kesin qərar verməlidir.